Buraxılış imtahanında 300 bal toplamaq mənim əvvəldən xəyalım olmuşdur və bu xəyalı yerinə yetirdiyim üçün çox şad oldum və bunun xəyal üçün çalışan hər bir şagirdin bu uğuru, bu nailiyyətə çatmağına ümid edirəm. Əlbəttə ki, bu çox gərgin zəhmət və çalışqanlıq hesabına başa gəldi. Əlbəttə ki, çox çalışdım, səhvlərim üzərində işlədim və sonda bu rəqəmi 300 bal gördüyümdən çox xoşbəxt oldum. Kiçik siniflərdən əla qiymətləri almışam və kiçik siniflərdən o mənim ən böyük arzusum olmuşdu. Hər bir abituriyentdə olacağı kimi bu da mənim üçün böyük qürur və sevinc mənbəyi oldu. Gün ərzində dərs oxumaqla yanaşı istirahətimə və digər hobilərimə də vaxt ayırmağa çalışmışam. Həftə içi dərsimə daha ağırlıq versəm də, həftə sonları istirahətimə də ağırlıq vermişəm. Əlbəttə ki, yüksək nəticə toplamağın ən böyük əsası normal yuxudur. Bacardığım qədər 8 saat yuxuma çox önəm verirdim. Həm də əlavə də olaraq bəzi işlərlə məşğul olurdum. Filmlər izləyirdim və kitab oxuyurdum. Və dərslərimi də çalışırdım ki, vaxtına və düzgün edim. Mən düşünürəm ki, istirahətə də vaxt ayırmaq lazımdır və gündə 6-7 saat bu təhsilə məşğul olmuşam. Gün ərzində və həftə ərzində vaxtımı düzgün bölüşdürməyə, həm istirahət, həm dərslərə balanslı şəkildə vaxt ayırmağa çalışırdım. Bəli, OTKAZ canlı sınaq imtahanlarında iştirak etmişəm. Bəli, OTKAZ portalındakı sınaq imtahanlarında iştirak etmişəm və oradan da yüksək nəticələr göstərmişəm və səhvlərim üzərində işləmişəm. Bəli, sınaq imtahanlarda iştirak etmişəm. OTKAZ sınağın canlı imtahanlarda iştirak etmişəm. Bəli, OTK-nın canlı sınaqlarında iştirak edirdim və bu sınaqlar imtahan ərzində mənə vaxtımı düzgün bölüşdürmək üçün yardım olurdu. Ən çox istifadə etdiyim resurs DİM-in topluları olmuşdur və həmçinin əvvəlki sınaqların, əvvəlki imtahanlarında suallarından istifadə etmişəm. Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi kitablardan, test toplularından və ilmi sınaqlardan istifadə etmişəm və məncə Dövlət İmtahan Mərkəzinin test topluları həqiqətən də öyrənmək üçün çox önəmli bir resursdur. Düşünürəm ki, ən faydalı DİM test toplusu olmuşdu və keçən ilin buraxılış imtahanları olmuşdu. DİM-in test topluları, 20 sınaq və əvvəlki illərin abituriyent jurnalları istifadə etdiyim resurslardan idi. İnformasiya təhlükəsizliyi üzrə ixtisasa yiyələnmək istəyirəm və çünki bu ixtisas hal-hazırda bu ölkənin ehtiyaclarından biridir. İnformasiyanın qorunması çox vacibdir. Mən kimya mühəndisliyi ixtisasına yiyələnmək istəyirəm. Xüsusilə də qeyri-neft sektorunun inkişaf etdiyi bir dövrdə kimya mühəndisliyi mənim üçün ideal bir seçim idi. Mən müalicə işə Azərbaycan Tibb Universitetinin qəbul olmaq istəyirəm. Çünki düşünürəm ki, o çox maraqlı səviyyədir və gələcəkdə bu ölkəyə yaxşı həkimlər lazım olacaq. İnformasiya təhlükəsizliyi ixtisasına yiyələnmək istəyərdim. Çünki bu həm mənim maraq dairəmdə olan bir sahədir, həm də düşünürəm ki, aktual bir mövzudur və müasir dövrdə buna tələbat böyükdür. Digər şagirdlərə məsləhətim odur ki, qarşınıza hədəf qoyun və bu hədəfə çatmaq üçün çox çalışın, məsuliyyətdən boyun qaçırmayın. Ən böyük verə biləcəyim məsləhət budur ki, mütləq şəkildə səhv dəftərlər olsun və bütün səhvlərini dəftərlərində qeyd etsinlər və o səhvlər üzərində öyrənsinlər. Bir də ki, yuxularına çox fikir versinlər. Tövsiyəm odur ki, onlar yaxşı çalışsınlar, öz üzərində işləsinlər və ruhundan düşməsin. Qarşınıza məqsəd qoyub və məqsədə çatmaq üçün daim çalışmaq tövsiyəm olardı.